Bəli, əziz izləyicilər, qısa fasilənin ardınca qaldığımız yerdən davam edirik. Güney Azərbaycanla bağlı, Güney Azərbaycan soydaşlarımızın taleyi məsələsi bu bölməmizin müzakirə predmeti olacaq. Bəllidir ki, 21-ci əsrində ortalarına doğru gedərkən Güney Azərbaycanda azadlıq və kimlik mübarizəsi yeni bir mərhələyə qədəm qoymaqdadır. Ancaq məsələnin təəssüf doğurucu və həm də təhlükə doğurucu bir tərəfi ondan ibarətdir ki, bu azadlıq mübarizəsində xilaskar rolunda məhz mübarizənin içərisindən çıxacaq fiqurlar deyil, rejim tərəfindən onlara dırnaqarası xilaskar rolunda formalaşdırılan fiqurlar irəli sürülməkdədir. Əlbəttə ki, bir təhlükə mənbəyi olaraq görülməkdədir və eyni zamanda Güney Azərbaycan cəmiyyətini öz siyasi iradəsinin subyekti etməkdədir, yoxsa yenidən kənardan idarə olunan bir obyektə çevirməkdədir deyə dilemma sualları da bu vəziyyətdə yaranmış olur ki, elə biz də bu suallarımızı studiyamızın qonağı qəzeteci yazar Məsud Harayla müzakirə edəcək. Məsud bəy, axşamınız xeyir olsun, xoş gördük sizi. Sizi və dəyərli Günah TV'nin izləyicilərini buradan salamlayıram, axşamınız xeyir olsun. Məsud bəy, necə düşünürsünüz? Güney Azərbaycanda azadlıq mübarizəsi öz həll yolunu rejim içərisindən çıxan bir fiqurla tapa bilərmi, həll oluna bilərmi bu problemlər? Bu soru çox boyutlu bir sorudur, amma niyetli cevabı da ola bilər. Yəni biz onu da danışa bilirik. Amma əsas məsələ budur ki, rejimin içindən çıxan hər bir figur zaten rejimin başqa türlü maskəsini dəyişib ya aynı doğrultuda addım atacaq bir şeydir. Yəni biz nəyi axtarırıq? Gerçəkdən rejimin içindən bir nəfəs borusu mu axtarırıq, yoxsa figurların dəyişməsini mi axtarırıq? Əsas sorular burada ortaya çıxır. Güney Azərbaycan gerçəkdən də türkləri bu qədər milli mücadele veriblər. Rejimin yumuşanması, rejimin figur dəyişməsi, qiyafə dəyişməsi mi, yoxsa orada bir para haqlarını əldə etməsi mi cəhətində mücadele verir, yoxsa bu burada bitəcəkmi, yoxsa başqa bir zamana mı ertelənəcəkmi? Bu soruların deyirəm ki, cevapları kritik bir şeyler olur. Və biz son zamanlarda da görürük ki, İster istemez bir türlü alternatifin boşluğu vardır diye, yani bu sual altında bize verilen suallar olur. Yani Güney Azərbaycan Milli Hərəkətinə verilen suallar olur. Ki Güney Azərbaycan Milli Hərəkətinin rəhbərlik edəcək kimdir? Yoxdursa o rejimin içindən axtaranlar gedirlər. Məsələn, gedirlər Cumhurbaşkanı Pezeşkiyan, məsələn, yönəlirlər onun tərəfinə. Faslar görürsən, gediblər Pəhləvi için özü böyük, məsələn, oğullarının başıdır və İranı çalçap edən dədəsi bu işləri gördü. İndi o Rizaya gediblər, onlara sığınıblar ki, gəlin sən bizi qurtar. Qurtarıcı peşində olmaq məşhurəsi məyələsi belə bizim bölgədə yenə də həyatı fəlsəfi anlamda desək ki, özünü güclü tutmaqdadır. Bu yalnız bizə deyil, elə Faslara da görsən burada. Amma Fasların yenə də istəkləri doğrultusunda bu rejimin qiyafəsi dəyişsə də onların istəkləri, onların milli haqları qorunacağına təmin verə bilir. Ancaq başqa millətlərə gəlində belə bir qorunacaq, belə bir haqların tanınmamasına bir şahid olur. Qaldı ki, Güney Azərbaycan Milli Hərəkəti, Güney Azərbaycan Milli Hərəkəti dediyimdə də burada qəsd etmirəm, yalnız partilərdir. Əslində Güney Azərbaycan Milli Hərəkəti içəridəki böyük zindanda işgəncə altında olan düşüncəli fikir sahibi, qələm sahibi olan insanlardan ibarət. Yəni mən əsasən onu tuturam. Onun üçün bu adamların böyünə kimi milli mücadeləsini göz önündə bulundursaq, onlar Güney Azərbaycanın bağımsızlığı, Güney Azərbaycanın istiqlalı üçün addım atan figurlar olaraq tanınırlar. Və burada da milli haqlarımızın bir əzin əldə edək, bu qədərini razıyıq deyən bir adamları da mən qədər tanımıram. Baxmayaraq ki, eşikdə bəzi figurlar var, dinlənən özlərini xalq müzahidlərinə yaxınlaşdırdılar. Pəhləviçilər gəlsinlər, bizim haqlarımızın bir əzin deyilsə də onlarla anlaşaq, yəni biz buna razı olaq deyənlər də vardı. Və Cumhuri İslamın içindən axtaran figurlardır ki, burada işarə etdim. Məyələsək deyirəm ki, bunu həm Quzey Azərbaycandan, həm də Türkiyədən də bu şeylər ortaya qoyulur. Amma mən əsasən burada bir soru iş ortaya qoyurum da bu oyunların tərsinə və bəlkə belə bu suyun tərsinə deyirəm ki, üzməyə də düşünməmiz lazımdır. O içəridəki milli hərəkətin gerçekten de iradesini sanki heç kim
xəbəri yoxdur, bilgisi yoxdur kimin danışırlar. Niyə deyəcəksin bu məsələni? Niyə belə bir nöqtəyə gətirdim, çatırdım? O səbəbdən ki, biz zaten bu sistemə, bu diktatoriya, bu tək qutbuluğa, bir adamın iradəsindən bütün milləti yönetməyə qarşıyıq. İndi gələk başqa bir rejimin içindən birisinin arxasında dolanmaq bizi heç bir nöqtəyə götürməyəcəkdir. Aslında bu millətin iradəsini belə təmsil etməməyi və millətin iradəsini heç saymayı və özgürlük, ədalət üçün çaba göstərdiyimizi də görməzdən gəlmək anlamındadır. Onun üçün mən hətta bir yazım vardı onda, aydınlar içi qaranlıqdadırlar. Baxın, bu bəlkə böyük bir ittihamdır. Amma bizim aydın qismi, özünü aydın adlandıran qismlardan bu cür şeylər səsləndirəndə gerçəkdən də faciənin nə qədər ağır və demək olar boyutlu olduğu ortaya çıxır. Biz aydınlar olaraq, yazarlar, nə bilim, siyasətçilər olaraq gerçəkdən də rejimin maskasının dəyişməsi bizim qurtarar. Hətta onun içində böyükləri manqurtlaşmış və İrançı, Farsçı rejiminə qulluq edən figurlarmı onlar bizi qurtara bilər. Biz zaman zamanda və iddia edirlər ki, məsələn, Pezeşkiyana Güney Azərbaycan Milli Hərəkəti oy verdi. Güney Azərbaycan Milli Hərəkəti Pezeşkiyana oy vermədi. Altını çizərək deyirəm. Başqa alternativ yoxdur. Güney Azərbaycan Milli Hərəkəti zamanında Batı Azərbaycandakı, Urmiyədəki seçkilərə də rəy verməyibdi. Başqa alternativi yox idi. Deyir ki, bir dənə ırqçı bir başqası bizim torpaqlara çökən birisinin yanında bu bir dənə Farsça, hətta İrancı adama rəy versəm, bu ərcəhdir deyə məcburən bu işə qalxışdı. Məyər orada izin var idi mi Güney Azərbaycanlıların gerçəkdən də kimliyini və varlığını, təmsilini adamlar aday olsunlar? Yoxdursa məcburiyyət üzərindəndir. İndi bunun bu oxumanı, bu yanlış oxumayla Züleyxa xanım gəlib bizi ittiham edirlər ki, siz o zaman rəy vermişsiniz. Bəli vermişik, belə zamanında biz Xatəmiyə də rəy vermişik, Ruhaniyə də rəy vermişik. Bu nə deməkdir yəni? Bu nə anlayışdır yəni? Biz məcburiyyətdən dolayı o diktatorun içində yenə də bir bu ondan yaxşıdır deyə deyil. Bu çox pisdən, bu az pis yaxşıdır. Seçiminə məcbur qaldıq. İndi də gəlib bu şeylərlə, təfəkkürlə böyünlər Güney Azərbaycana yol xəritəsi çizmək, ona ağıllı başlı kimi gəlin biz sizə yol göstərmək peşində olan adamlara buradan səsləndiyimiz məsələ budur. Əgər bu milli mücadilə uzun illərcə sürəcəksə sürüsün, bu geçici, qondarma, başqa maskalar altında bizə sunulan liderlərlə olmaz. Nə Pəhləvi ilə olar, nə Pezeşkiyanla olar. Nə heç kimin yəni iradəsilə olmaz. Əziz qızlar, burada bir dənə tək millətin iradəsilə olar. Millətin şuuru ilə olar. Bunun şura ilə olar, bunun sözcüsü ilə olar. Bunu millət təyin edər. Və ən yaxşısı budur ki, formatı budur ki, İranın bu rejimin illa istər-istəməz çöküm halındadır, çökübdür də. Bəli, bu qalıntılar orada dururlar, bu anlamında deyil ki, o rejim oradadır. Amma bundan sonra nə ola bilər? Millətin iradəsi her zaman hardan çıxar? Biriləri yatlarından çıxıbdır. Millətin iradəsi oy sandığından çıxar. Millət iradə eləyər ki, bu rejimi İslami rejim istər, ya sekular rejim istər. Millət istər ki, bu rejim qalsın mı, yox qalmasın. Millət istər ki, İranın bütünlüyündə həyatını devam etsin, ya etməsin. Millət istər ki, federalizm olsun, yoxsa olmasın. Millət istər ki, istiqlal istəyir, ya istəmir. Bunu oylamayla açıq seçkilər olar, partilər qururlar, onda bunu millət qərar verir. Biz millətin kimik ki oturmuşuq ki, yəni orada burada, hətta Güney Azərbaycanlıları bəzilərində arxamızda toplamışıq. Məyələsə burada bir dənə acı bir gerçəklə deyəcəm. Bir çoxları elə Türkiyədə və Azərbaycandan olsunlar və Güney Azərbaycanlıları da arxalarında toplamaqla bu adamların gerçək bu figurların geçmişlərinə də baxsaq hamısı siyasətdə iflas edən adamlardır. Yəni hətta Azərbaycanın öz içində də belə iflas etmiş adamlardır. Türkiyədə də iflas etmiş adamlardır. Bunlar gəliblə bizə o qadarlıq yapıb da milli hərəkəti mehvərindən çıxardacaqlar, demokrasini heç sayacaqlar, ədaləti heç görəcəklər. Maalesef bizi belə bir uçuruma götürməyə çaba göstərdilər. Və mən burada şəxs özüm olaraq, özümü deyirəm, fikrimi olaraq deyirəm ki, hər kəsi uyarıram. Biz ədalət, biz özgürlük, biz sekularizm, nə bilim, o ki millətimiz istəyir, onun peşindəyik. Və kimsəyə də qarşı deyilir. Biz nə dinciyə qarşıyıq, nə dinsizə. Bunların hamısı həyatın sürməsi lazımdır.
Güney Azərbaycan gələcəyində sağı da lazımdır, solu da lazımdır. Herkes öz fikrini ortaya koysun, sonra millet onun qərar verəcəkdir kimin arxasına geçsin, hansı sistemi seçsin. Bize sistemi indidən seçib də siz məcbursunuz bu sistemə, məcbursunuz bu liderə, məcbursunuz bu diktator kemalı, içərikli insanlara məncə aldatmağa gerek yoktur. Onda bizim mücadiləmiz bundan sonra daha da boyutlu kazanacaktır. Artık rejim, faslı, ırkçı rejimden değil, içimizdeki diktatorluğunda savaşacaq. Mən də deyirəm ki, indiki zamanda, bağışlayın mənim sözüm uzun oldu. Mən deyirəm ki, indiki zamanda biz başka bir diktator sistemi ya figürü ya heykeli dikməkdən onu yok saymakla gider. Uzun sürerse sürsün. Adalet ne kadar uzun da sürse adalettir. Ama biz ona arka durursak, bu özgürlüğe arka durursak, bu demokrasiye arka durursak, bence onda biz kazanabiliriz. Yoksa başka bir türlü içimizde başka bir diktatorluğa izin vermek bence yanlıştır. Hem de kaldı ki rejimin içindeki figürlerden. Onlar zaten rejimin içindeki figürler bugüne kimin hangi tabi ortaya koyuplar. Bu kadar qətlam olubdur. Bunlar her zaman çıkıp bu qətlamı qınayıblar. Ve sonra biz de gidip ondan çok dağılacaq. Net ve açık deyirəm. Pezeşkan bu kadar rejim qətlam etdi. Kiçik uşaqları belə öldürdü. Çıktı ne dedi? Ne deyibdi? Hangi tavrı ortaya koyupdu? Ve Güney Azərbaycanlıların da qanları yerde değil mi? Tamam, bu adam hele yerini belli etmeyende bizim onun arkasında toplanan zihniyet neye derler burada qulluqçuluq edir? Mən kimsəyə demirəm ki, hansı məzralardan qıdalanırlar, hardan əmir alırlar. Mən deyirəm ki, mən də səsləndiyim insanlar vicdanlı insanlardır. Güney Azərbaycan Milli Hərəkatını düşünən insanlardır. Və onlara səsləndiyim, sorduğum sual budur. Güney Azərbaycan Milli Hərəkatına arxa durun qardaşım. Ve orada arka durduğunuzda esas mesele azadlık, özgürlük, adalettir. Bundan sonra başka bir menzilaya girəcəksinizsə, mən də yanılmışım. Məncə hərəkətimizi uçuruma götürürük. Ve bu bir dənə uyarıdır. Mən öz adıma burada səsləndirdim. Uzun oldu danışım. Bilirəm ki, sizin suallarınız vardı. Sözü burada kəsirəm və sizə verirəm. Buyurun. Yox, elə bəzi suallarımı da önləmiş oldunuz, önəmli məqamlara Məsud bəy toxunmuş oldunuz. Mən eyni zamanda elə bu xilaskar miflərindən danışmışkən Güney Azərbaycan mövzusunda bir müəyyən missiyanı üzərinə götürmüş, bu mübarizədə yer alan, Güney Azərbaycandan deyək ki, kənarda yaşayan aydınların da roluna toxunmağınızı istərdim. Bax, bu miflərin yaranmaması üçün, təlqin olunmaması üçün o aydınlar nələr etməlidirlər? Bakın maalesef bizim aydın fikir sahibi adamlarımız ister istemez bu eleştiridir. Belki de bazı dostlarımızın ağzına gelir. Ama ondan çəkinmirəm. Bizim çok fikir sahibi, qələm sahibi adamlarımızın çoxunu siyasi təşkilatlar adıyla maalesef dışlayırlar. Ve bunları haşiyə sürükləyirlər. Benim burada istəyim, bunlara səsləndiyim budur ki, haşiyədən çəkinin və bu önləri gəlib əsl məsələ, yəni bu Güney Azərbaycan gələcəyidir. Kimsədən çəkinmədən meydanlarda olmaq lazımdır. Bütün siyasi təşkilatda və siyasi təşkilatda olmayan insanlar ələ verməmiz zamanın indidir. Yəni bizim aramızda ixtilaflarımız vardı, onu hamımız bilirim. Və hətta bu öz eleştirinin bu nöqtəyə gətirmək istəyirəm ki, bizim təşkilatlarda, hətta siyasi figurların içində, müstəqil figurların içində rejimi yıkmaktan daha çok ziyade enerjimizi birbirimizi eleştirmek, hatta birbirimizi ittiham etmekte geçitti. Mənim nəzərimə az imkanlarımız vardı, bu bir gerçəkdir. Bizi Batı ölkələri, Avropa dəstəkləməyibdi, onun gerekçeleri danışmağa bir gerek yoktur. Çünkü onların mənfəətləri bizim üzerimizde değil. Bizi dəstəkləyəcəyik, Türk devletleri dəstəkləyəcəyik ki, onlar da ki, ihmalkarlıq, bura kimi ihmalkarlıq edən devam ediblər. Ama mənim sözüm budur ki, bizim elimizde olan imkan, böyük güc, Güney Azərbaycan aydınlarının gerçekten de milletin ve milli iradenin yanında olması ve sonra da bu alternatif meselesinde doğru düzgün çıkışlarla, yazılarla, araştırmalarla meydanda olmaları lazımdır. Çünkü bu eğerse yanlışa gidirse bu hareket, gerçekten de bütün emeklerimiz hamısı boş sayılacaktır. O sebepten de ben gene de Güney Azərbaycanı düşünen, ister Türk dünyasında, ister Azərbaycanda ve ister Türkiye'de çok bile samimi, çok değerli insanlar vardır. Oturup gedişatın seyrine bakmayın. Siz seyrangaha çıkmamışsınız. Siz hamınız bu daşın altına el koymamız lazımdır.
Necə ki Azərbaycanın müstəqilliyində güney-quzey deyil. Gedin baxın ki Azərbaycanın istiqlalında da baxın güneyli-quzeyli yoxdur. Elə nə qədər də güneydən, quzeydən bərabər bu istiqlal əldə etmişdir. Bu nədir? Güney Azərbaycanında, istiqlalında bütün aydınların bir araya gəlməsi bir dənə cəbri tarixdir. Əgər sən bunu durublar, mən məyələsək deyə bilirəm ki, Züleyxa xanım, böndürüblər, hələ bəlkə ilə görək su hansı tərəfə gedir. Amerika nə deyil, Trump'ın ağzından nə çıxır, Avropa bu məsələyə necə baxacaqdır. Bunların senaryolarının altında nələr yatıbdır. Sizin senaryonuz, sizin planınız, sizin gedişatınız nədir? Bu soruya bir cavab vermək lazımdır. Onun üçün mən vicdanlı, şərəfli, Azərbaycanın gələcəyini, müstəqilliyini, bütün Azərbaycanı, Türk dünyasını, adını nə qoyusuz qoyun. Azərbaycanı sevən hər kəsə buradan səsləndiyim məsələ budur. Səssiz qalmayın və gedişatı doğru yönə çevirmək üçün bugün bir tarixi fürsətdir. Amma bu fürsəti bugünə kimi bugünü danışıram. Bu olaylarda maalesef bu fürsətin çoxunluğunu əldən vermişik. Hələ-hələdir yuvalar, hələ-hələdir ki, qələmləri işə düşmübdür. Hələ-hələdir ki, bir dənə tribuna çıxıb, bir dənə video çəkdirməyiblər. Hələ-hələdir ki, doğru düzgün yazmayıblar. Və bu böyük bir dənə uçurumdur ki, bizi kimsə qurtarmayacaq ki. Bizi geri özümüz qurtaraq ki, maalesef özümüz durmuşuq, özgələrin ağzındadır, qulağımız, gözümüz özgələrin ağzındadır. Və bu bağışlanılmaz bir nöqtədir ki, maalesef bizi gətirib bura çatdırıbdır. Niyə bu qədər danışılır da maalesef? Maalesef ama gerçekler budur. Bizi qurtaran, bizə böyünləri düşmənlik edən gerçekten İran rejimindən daha çox özümüzün içimizdəki tembellik, qısqancılıqdır. Tamam, bunlar çox dərinli, qısqancılığın dərinliyini istəmirəm gedəm. Bilirəm ki, mənim sözümün dərinliyində, açsın da bir çox dostlarımız elə bu proqramda biləcəklər nə deyirəm. Onun üçün bizə gerəkən birlikdir, bərabərlikdir və yolu doğru yöndə yürütmək üçün mücadilə verməkdir. O da doğru yolda nədir? Ondan bundan haqq dilənmək deyil. Ana dilimizi dilənmək deyil. Biz məmləkətdə nəmnəməni əldə edə bilərik. Siyasi bir vəznə ola bilərik. Filankəsin yanında dursaq orada bir haqq əldə edərək. Bunların hamısı mənim nəzərimə müamiləçilikdir. Siyasətçilik də deyil. Siyasətin də adını müamiləçiliklə gerçekten de hiç sayma. Siyasetin de özünün bir prestiji vardı. Diplomasının da özünün bir prestiji vardı. Eğer sizin şəxsi mənfəətləriniz və 150'ye yakın Güney Azərbaycan təşkilatında aile təşkilatı kuran adamlara səslənirəm. Gedin elə başınız salın aşağıya, ailənizi oradan geçindirin. Və gəlib bu milli hərəkatı dəngəsindən çıxarmağa çaba göstərməyin ki, onda rejimdən daha çox xəyanəti siz edirsiniz. Ben burada nöqtəliyirəm. Bəlkə biz ağır olur sözlərim, amma başqa da çarə yoxdur Züleyxa xanım. Bəzi şeylər, əgər sualınız vardır, buyurun mən davam edeyim. Minnətdarıq sizə Məsud bəy. Düşünürəm ki, mövzu ilə bağlı çox önəmli məqamlara toxunmağı bacardıq sizinlə birgə. Çox vacibdir, həm də çağırışlarınız oldu, problemləri də tam yerində, obyektiv şəkildə dəyərləndirmiş oldunuz. Buna görə sizə təşəkkürümüzü bildiririk. Çox sağ olun. Çox sağ olun siz. Sağ olun. Belə, əziz izləyicilər, qonağımız elə Güney Azərbaycanlı soydaşımız Məsud Haraydır, qəzeteci, yazar Məsud Haray və biz onunla hal-hazırda Güney Azərbaycan hərəkatında, azadlıq uğrunda, mübarizədə məhz rejim içərisindən çıxarılan dırnaqarası xilaskar mifləri mövzusunu müzakirə etmiş olduq. Siz isə bizi canlı olaraq UyduPek və YouTube kanalları üzərindən izləmiş oldunuz. Elə son olaraq da əziz izləyicilər o çağırışı etmək istəyirəm ki, bizim mövqeyimizin daha geniş auditoriyaya çatması üçün, bax bu cür bütövlüyümüz üçün, bütün Azərbaycan uğrunda apardığımız bu mübarizədə bilirik ki, media bunun önəmli bir qoludur. Bax, elə bu mübarizəmizin daha geniş auditoriyaya çatması üçün siz də bizə dəstək ola bilərsiniz və bu dəstəyi YouTube kanalı canlı şərh bölməsinə yazmaqla, fikir, təklif, rəylərinizi yazmaqla və verilişimizi bəyənib paylaşmaqla edə bilərsiniz. Düşünürəm ki, elə bu mübarizədə siz də bizim əsas dəstəkçilərimizdənsiniz. Buna görə də sizə minnətdarlığımızı bildiririk əziz izləyicilər. Həftə içi isə hər gün Təbriz saatı ilə 18:00, Bakı saatı ilə 18:30-dan etibarən bizim mövqeni elə bizim mövqedən eşidin. Gələn buraxılışa dək